Bismillah. Bürclərin 20 marta ən düz proqnozu. 20 mart üçün bürclərin ən dəqiq və enerjiyə uyğun proqnozu belədir. Ən şanslı və ən diqqətli olmalı bürcləri ilə bərabər Qoç. Bu gün enerjin yüksəkdir. Yeni başlanğıclar üçün əla gündür. Amma tələskən qərarlardan uzaq dur. Pul, kiçik qazanc ehtimalı var. Buğa, daxili rahatlıq axtarışında olacaqsan. Ailə ilə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Pul xərclərə diqqət et, qənaət vacibdir. Əkizlər, ünsiyyət günü, yeni tanışlıqlar və maraqlı söhbətlər mümkündür. Pul gözlənilməz gəlir ola bilər. Xərçəng, duyğusal dalğalanma mümkündür. Keçmiş məsələləri buraxmaq vaxtıdır. Pul riskli addımlardan uzaq dur. Şir, diqqət mərkəzində olacaqsan. Özünü göstərmək üçün yaxşı fürsətlər çıxacaq. Pul, yeni qazanc qapısı açıla bilər. Qız, detallara fokuslanmaq sənə uğur gətirəcək. İşdə məhsuldar gündür. Pul, stabil vəziyyət davam edir. Tərəzi, balans tapmaq əsas mövzudur. Münasibətlərdə qərar verməli olacaqsan. Pul, orta səviyyədə dəyişiklik yoxdur. Əqrəb, güclü intuisiya ilə düzgün addımlar atacaqsan. Gizli məsələlər üzə çıxa bilər. Pul artımı ehtimalı yüksəkdir. Ox atan, səyahət və ya plan qurmaq üçün ideal gündür. Yeni ideyalar gələcək. Pul, gələcək qazanc üçün fürsət yaranır. Oğlaq, ciddi qərarlar günü, iş və məsuliyyət ön plandadır. Pul, stabil amma artım yavaşdır. Dolça, fərqli düşüncə tərzi səni önə çıxaracaq. Yeni layihələrə başlamaq olar. Pul, gözlənilməz pul gələ bilər. Balıq, yaradıcılıq və hisslər güclənir. Ruhani olaraq yüksəlirsən. Pul, kiçik amma sevindirici qazanc. Günün ən şanslı bürcləri Şir, Əqrəb, Dolça. Diqqətli olmalı bürclər Xərçəng və Buğadır.